Qara baxırsan, qara tüstüdür ki, qaçırsan, deyirsən ki, çıxın maşına, buralardan ötəri sağ-salamat qalayım. Tehran yolunda maşının əlindən mümkün deyildi trafik. O qədər millət Tehranı tərk eləyirdi artıq qorxusundan. Bəli, bizim evin yanı, düz aeroportun yanıydı. Orada İsrail qırıcı təyyarələri, Amerika qırıcı pətpatları, dronları da onlar gəlirlər hər gecə. Mən Eldar Mamedov, Gürcüstan vətəndaşıyam. İran şəhərindən gəlirəm. Məcburən Orada nə işlə məşğulsunuz siz? Məcburən biz piyada keçəsi olduq. Çünki orada hava yolu bağlandı və hava yollarını bombaladılar İsrail tərəfdən. Bizim işimiz orada, biz kafel, metlaq, tikinti materialları Gürcüstan bazarında aparırıq, satırıq. Belə. Ümumiyyətlə, orada müharibənin ilk günü necə yadda qaldı? Bax, nələri müşahidə elədiniz orada? Müharibənin ilk günü səhər qalxdıqca, səhər o başdan artıq Tehranı bombalayıblar və ölənlərin sayı var. Necə başladı? Müharibə necə başladı? Müharibə belə ki, günbəgün deyilirdi ki, müharibə olacaq. Bu artıq çox uzandı. Cəmaət öz itirmişdilər öz inamını ki, elə deyirlər olacaq, ancaq olmur. Həqiqətən doğrudan da oldu. Səhər tezdən Tehran şəhərini və Qum şəhərini təyyarədən bombaladılar. Bəli, bizim evin yanı, düz aeroportun yanıydı. Orada İsrail qırıcı təyyarələri, Amerika qırıcı pətpatları, dronları da onlar gəlirlər hər gecə vururdular. Fərqli saatlarda, sübh, axşam belə saatlarda vurub gedirdilər. Bizim də evin aeroportun yaxınlığı olduğuna görə bomba səslərindən evdə otura bilmirdik. Uşaqlarım həyəcan təşviş içində idilər. Çox bombardıman olunur dəhşətli dərəcədə. Ona görə orada qalmaq mümkün deyil. Ona görə təxliyə olunurlar, hamısı çıxıb gəlmək istəyirlər. 12 gün müharibədə biz belə praktika müşahidə olunur ki, mərkəzdən daha çox insanlar kənar yerlərə gedirdilər. Bəli, qohumlarına, hətta burada İran Biləsuvarına, elə İran Astarasına qədər gələnlər var. İndi necədir? Bu proses yenə təkrarlanır mı? Bəli, var. Şəhəri, daha çox Tehran şəhəri təxliyə olunubdu. Təbrizdə də ki, hər gecə vardı, atışmalar var, bombardımanlar var. Təyyarələr açıq-aydın görünür? Bəli. Təyyarə mən şəxsən gördüm şeydə, Tehranda. Tehranda gördüm. Hansı ərazilər daha çox vuruldu? Tehranın onların hökumət evlərini vururdular, bir də vayeni bazaları vururdular. Bir də uşaq məktəbi vurmuşdular, artıq o dünən oldu. Çoxlu sayda az yaşlılar həyatını dəyişdi. Bax, insanlar arasında bu təşviş var mı bununla bağlı? Bəli, artıq mən Yezd şəhərindən gəlirdim dünənləri. Yezd yolunda, Tehran yolunda maşının əlindən mümkün deyildi trafik. O qədər millət Tehranı tərk eləyirdi artıq qorxusundan. Çünki cəmaət qorxurdu, ard-ba-ard, dal-ba-dal bombalar atılırdı Tehrana və Quma. Yaşayış evlərinə ziyan dəyirdi mi? Bəli, bir neçə yaşayış evlərinə bomba düşübdü. Günahsız insanlar həyatını dəyişmişdilər, çox sayda. İnsanlar daha çox da uzaq şəhərlərə, qıraq şəhərlərə getmək istəyir. Bəli, kəndlərə və qıraq şəhərlərə, hardakı hökumət evləri yoxdur və ya hardakı vayenli olmayan bir yerlərə çalışırdılar ki, ora qaçalar. Ən çox bizim bu qonşu Astaraya çox gəlirlər. Astara yolunda maşın sürmək mümkündür, o qədər maşın var. Bax, hansı ərazilərdə daha çox bombardıman hiss olunur? Ən çox bombardıman oldu Tehran və Qum şəhərində. Ondan əlavə də başqa şəhərlərdə də olurdu. Hansı şəkildə siz bombardıman görürsünüz? Qırıcılar atırdı, raketlər yağırdı, dronlar vururdu? Xeyr, bu təyyarələr hava təyyarələrdən vururdular. Bura? Bəli. Bəs xaricdə yaşayan qohumlarının yanında üsyanlar varmı? Xarici ölkələrdə? Buna heç inanmıram, çünki təyyarə bağlıdır. İnsanların ən çoxu qonşu dövlətlərə sığınırlar. Bu yüzdən də qonşu dövlətlər sağ olsun ki, öz qonşularına kömək göstərirlər. Artıq gördün ki, çay sürfəsi qarşılayırlar, rahatlıqla öz ölkələrinə qəbul edirlər, minnətdaram.
İran bir çox ölkələrlə həmsərhəddir. Bəli. Daha çox hansı ölkələr vasitəsilə xaricə çıxmaq istəyirlər? Yəni İranda olan miqrantlardan da söhbət gedir, həm İran vətəndaşlarından. El Azərbaycan. Ən çox Azərbaycan. Niyə məhz Azərbaycanı seçirlər? Nə deyim, valla ən çox Azərbaycana görürsən ki, nə gəlirlər Azərbaycan tərəfdən çıxmaq istəyirlər ölkədən. Belə. Hər gün çətin gündür. Mən özüm şəxsən istəyirdim ki, nə, işim üçün orada yatırımlar eləmişəm, o malları hələ götürməmişəm, elə yarımçıq işimi qoyub tərk eləyirəm. İnşallah heç bilməm sonra necə olacaq. Müddətdə ailə üzvlərinizlə yəqin sizinlə əlaqə saxlayır. Xeyr, heç bir olmadı, çünki WhatsApp vasitəsilə əlaqə saxlayırdıq. Artıq orada internet qətdi, işləmir. O yüzden ailəmizdən bir həftədir rabitə quramırıq. İnşallah bir saatdan sonra keçdik Azərbaycana, orada bildirərik. Onlar da çox nigarandılar bizim. Adım Hüseynov Ramiz Hasanoğlu. Özüm Gürcüstanlıyam, Soğanlıq kəndindənəm. İranda nə işlə məşğulsunuz? İranda mən tərəvəzlə məşğulam. Rusiya şəhərinə tərəvəz vururam. Səbzi, şivit, cəfəri, kişmiş. Bəs orada müharibənin ilk günü necə başladı? Yadınızda qaldı? Müharibənin ilk günü də belə, 2 gündə deyirlər müharibə olacaq. Gecə yatdıqdan qalxan dördük ki, vurublar. Tehranı vurublar, Desul şəhərini vurublar. Partlayışlar necə başladı? Partlayışlar da partlayışa baxmır ki, bazıyı vurur, yoxsa vurur, yaşayış yerini vurur. Heç bir fərqi yoxdur onlardan ötürü, yana ki, vayenli bazıyı vurur, yoxsa yaşayış yerini, hara kəs satırlar. Partlayışlar necə təsvir oldu? Necə yadınızda qalıb orada? Raket partlayışı? Raketin partlayışından, səsdən heç bir şey eşitmirsən. Tüstüyün əlindən. Hara baxırsan qara tüstüdür ki, qaçırsan, deyirsən ki, çıxın maşına, buralardan təhər sağ-salamat qalay. Yaxınınızda orada haradasa patlama oldu mu? Elə bizim yaxınımızda o oldu. Elə bil ki, has ambarda biz işləyirdik, mal yığırdik, onun böyründə bir yekə ambar var idi. Qalxan dördük, odalı yanır. Arada yana ki, biz has günü partlayışı oldu, onsa vaxtı gün orta çıxdı oradan. Bəs insanlarda abi hava necədir? Onlar təşviş keçirirlərmi bu partlayışlardan? Hətmən olar. Çox həyəcan keçirirlər. Bəzilər deyir, xaricdəki qohumlarının yanına gedir. Yox, heç haradır, yox. Necədir, vəziyyət dəyərləndirir? Heç kimdə heç hara getmir, hamda evində, eşiyində çəkilib otururlar. Yəni çox qarışıq yerlərə getmirlər. Yəni deyim, qaçsınlar, eləyirlər, elə şeylər yox. Daha çox qarışıq yerlər deyirsiniz, haralardır? Yəni daha çox hücuma məruz qalan. Çox qarışıq yerlər Tehran. Əsas orada maşından da sürmək də mümkündür. Çox trafikdir. Provka çoxdur. Hara gedir insanlar belə? Bilmirəm ki, çıxırlar bir Tehrandan. Qıraq şəhərlərə çıxırlar. Ona görə ki, elə bir hər saat partlayış var orada. Atırlardan hələ görək axır nətər olar. Təşəkkür edirəm müsahibə üçün. Sağ olun. İranın aviazərbələrə məruz qalmasının artıq 4-cü günüdür. Bölgədə davam edən gərginlik fonunda təhlükəsizliklə bağlı narahatlıqlar artmaqda davam edir. Bu müddət ərzində 800-dən çox xarici vətəndaş təkcə Azərbaycan sərhədlərini keçərək təxliyə olunub. Astara istiqamətində müşahidə edilən intensivlik göstərir ki, insanlar mümkün risklərdən yayınmaq üçün öz ölkələrinə qayıdırlar. Müharibə davamlı olarsa, bu axına İran vətəndaşlarının da qoşulması artıq qaçılmaz olacaq.